Kasıbçılıqdan nəşi yandırılan, atasına həsrət qalan əməkdar artistimizdən sizə danışacağım. Söhbət Koroğlunun Nigarı, Görüş filminin pambıqçı firəngizi olan Sona Aslınovadan gedir. Güzelim yar güzelim, bir sözüm var güzelim. Şahnəzər qızı Aslanova 1924-cü il oktyabrın 4-də Bakı şəhərinə ziyalı ailəsində anadan olub. Atası Şahnəzər kişi dövrün sayılıb seçilən imkanlı insanlarından biri olub. Qohum-qonşuya təmənnasız əl tutan, tanıdığı hər kəsə xeyir şərdə dəstək olan Şahnəzər kişi 1934-cü ildə bolşeviklər tərəfindən həbs olunub və bir neçə vaxt ailəsini görə bilmir. Konservatoriyanı 1952-ci ildə bitirən Sona xanım opera və balet teatrına çalışmaqla yanaşı, həm də yenicə məzun olduğu sənət ocağında opera ifaçılığı sənətini dərs deməyə başlayır. Sona xanım 200-dən çox mahnı ifa edib. Görüş, Anlamaq istəyirəm, Bizim Cəbiş müəllim, Bizim küçə, O qızı tapın, Ömrün səhifələri, Telefonçu qız filmlərində çəkilib. Bir çox filmlərdə, eləcə də Əhməd hardadır filmində Ceyran obrazının partiyalarını Sona Aslanova ifa edib. Opera səhnəsində isə Arşın Malalanda Gülçöhrə, Əsli Kərəmdə isə Əsli, Koroğluda isə Nigar obrazını yaradıb. 1956-cı il noyabrın 6-sında əməkdar artist adına layiq görülüb. 1959-cu ildə isə Şərəf nişanı ordeninə təltif olunub. Müğənninin qızıl fondda 50-yədək səs yazısı qurulur. Aktrisa ən böyük uğuru qazandıran 1955-ci ildə ekranlaşdırılan Görüş filmindəki pambıqçı firəngiz rolu olub. Sona Aslanova 2-ci Dünya müharibəsinin iştirakçısı olmuş. Vaxtilə Layihə İnstitutunun direktoru işləyən Kamal adlı şəxslə tanış olur. Sona xanımın sənətinin pərəstişkarı olan bu şəxs maşında daim sevdiyi qadının ifalarına qulaq asırmış. Bir müddət sonra onlar ailə qururlar. Bu evlilikdən Cahangir və Rüfət adlı oğulları dünyaya gəlir. 92-ci ildə Sona xanım oğlanlarının biri ABŞ-yə köçür. Övladlarına hədsiz bağlı olan müğənni oğlunun ardınca digər ailə üzvləri birlikdə Amerikanın Los Angeles şəhərinə köçür. Onun Azərbaycanla bütün əlaqəsi elə kəsilir. Ömrünün ahıl yaşlarında Sona Aslanova həyat yoldaşı ilə birlikdə yaşlı insanların yaşadığı dövlət tərəfindən maliyyələşən binaya köçüb və orada yaşamağa başlayır. Ömrünün sonlarına yaxın müğənni iflis keçirir və yataq xəstəsinə çevrilir. 9 mart 2011-ci il 87 yaşında dünyasını dəyişir. Ailəsinin onu Bakıya aparıb orada dəfn etmək imkanı olmadığından Amerikada isə dəfn üçün yer almağa 15-20 min dollar lazım olur. Sona Aslanova ömrünün sonlarına yaxın vəsiyyət edir ki, onun meydini yandırıb külünü sakit okeana səpsinlər. Amma Azərbaycanda hara müraciət etsələr də dəfn barədə müsbət cavab ala bilmirlər. Belə olan halda ailə üzvləri Sona xanımın vəsiyyətini əməl edərək onun meydini yandırıb, külünü isə sakit okeana səpirlər. Deyilənə görə Sona xanım bu vəsiyyəti ürəkdən etməmişdi.